Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar və dövlət suverenliyinin təminatında prokurorluq orqanlarının rolu ilə bağlı Azərbaycan prokurorluğu suverenliyin təminatında rolu mövzusunda seminar təşkil olunub. Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov seminarın əsas məqsədinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin peşəkar inkişafına dəstək vermək, prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq və cəmiyyətdə hüquqi maarifləndirməni artırmaq olduğunu vurğulayıb. Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov seminar iştirakçılarına hüquqi maarifləndirmənin önəmini, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışları, həmçinin cəmiyyətlə effektiv əlaqələrin prokurorluğun fəaliyyətindəki rolunu diqqətə çatdırıb. Baş Prokurorluğun Elm Tədris Mərkəzinin şöbə rəisi Nigar Gələndərli Konstitusiya və Suverenlik ili Azərbaycan dövlətçilik tarixində yeni mərhələ və prokurorluğun dövlət suverenliyinin təminində rolu mövzusunda çıxış edərək seminara iştirakçılarını ətraflı məlumatlandırıb. O çıxışında Konstitusiya və Suverenlik ili çərçivəsində prokurorluq fəaliyyətinin prioritet istiqamətlərini xüsusi vurğulayıb, dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının hüquqi və praktiki funksiyalarını izah edib. Seminar interaktiv formatda davam edib.